Şu bu başlayıb da, başlayıbsa biz də başlayalım. Deməli, bizə lazımdır bunu eləməkdə. Girirsən burada, okey. Bax, burada neçə dənədir? 1, 2, 3, 4, 5, 6. 6 dənə var, üstün var. Neçə dənə sətr var? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə də sətr var. Gəlsən burada, bura, grafik paper'ı seçirsən. Normalda əslində qalsa ilk dəfə girəndə burada 5-5 yazılacaq da. 5-5 yazılacaq. 6'nı 7 eləyərsən. İndi bu yaddaşda qalacaq da. İndi biz tapışıb bitirəndən sonra təzədən 5'i 5 eləyək ki, evdə özün sahib eləyəsən. Və burada başlayırsan çəkməyə. Çəkdin. P-ni bas. Tən ortada olsun. Aha. Sonra burada istəyirəm bunları biraz ölçülərini də biraz böyüdüm. 4 punkt eləyirəm. Misal üçün də bunlar məsələn nə eləmək istəyirəm. Tutaq ki, bunun için sarı elədik. Kənarlarını istəyirəm ağ elim də. Nətər eləyərəm? Bunu necə eləyə bilərik? Bildin necə? Bax, girirəm bu hissəyə. Girirəm bu hissəyə. Bu hissəyə girirəm. Burada koloru nə götürürəm? Ağ rəng. Düz deyil. Ağ rəng götürək. Fikir ver, indidən oldu. Okey, vuram. Fikir verdin. Kənarları nə oldu? Ağ oldu. Bildin də? Buraya gəlib 2 dəfə vurursan, açılır. Koloru ağ götürsən, ölçüləri istəsən, buradan da seçə bilirsən də. Belə. İndi mənə lazımdır qrafik kağızda hər bir pik toolu seçirəm. Hər bir şeyi ayrı-ayrı rəngdə. Normalda sizdən bunu seçib qırmızı eləsin, gözən hamısı qırmızı olur da, aydındır. Mən də belə istəmirəm də olsun. Nə edirəm? Bunları qrupdan çıxarıram. Bax, burada nə edirəm? Ungroup all objects eləyirəm, vəssalam. Bunları ayrı-ayrı rənglər verəcəksən də, bu sarı, bu nə bilim, göy, baxacaqsan da, o tapşırda rənglər necədirsə, sən də elə verəcəksən. Təbii ki, bu bir-bir elə eləmiyor vaxtlı rəngləri, çünki vaxt gedəcək də, qaydasını bilirsən. Bizə nə lazımdır? Artıq hissələri silək. Deməli, bunu seçirəm, shift düyməsini basaqla. Digərlərini də seçirəm, bunu da seçirəm, bunu da, bir də bunu da. Delete düyməsini bas. Getdi o hissə, aydındır. Burada da seçdim, shift'i basıb salıram. Bunu da, bunu da. Bir də görürsən, bax, bu hissə də yoxdur da. Bu haradır, buradır. Burada vururam, delete bas. Başa düşdün də. Shift'i basaqla. Bunları bir-bir seçirsən belə. Bir dəfəlikdə, məsələn, bunların rəngi misal üçün budur da. Məsəl üçün. Bir dəfəlik verirsən. Bir də lazımdır nə? Mətnləri də yazmaq. Teksti seçirsən. Teksti seçəndən sonra tekst alətini seçəndən sonra burada şrifti J yaz. J. Joker var. Aydındır. İndi qoyaq birinci bir tane yaz orada. Corel yaz. Sonra dəyişdirim. Fərqi yoxdur. Corel. Aysa burada böyüdək. Bəndə Joker. Jokerman qaldı burada. Jokerman seçdim. Tekrar seçək sonra. Seçdik. Jokerman. Aydındır. Sonra nə edəsən burada? Buna tutaq ki, verdiyi yaşıl rəng. Misal üçün, hətta bunu şey də eləmək olar. Məsələn, bold da eləyə bilərsən. Bolda ehtiyac qalmır. Hətta əslində qalsa bunu böyüdəndə elə bold kimi bir şey olur. Sonra nə edəcəksən? Bir dəfə də vuracaqsan bunu. Repeat tool seçək. Bir dəfə də vuraq. Nə edəbiliriz bunu fırladaqdır. Məsələn, bura bir də 45 yaz. Enter vur, ISO. Fisə. Təxmini 45 elədim. İndi bəlkə də orada 45 deyil, bəlkə də. Məncə elə 45 olur, böyük ehtimalla. Sonra da bunu nə edirəm? Gətirəm buraya. Gətirib buraya nə edirəm? Yerləşdirirəm də. Biraz kiçildək. Aydındır. Belə. Başa düşdün, çətin bir şey yoxdur. Opsi də 10 kimidir də. Opsi də eyni qayda ilə. Bir dənə Ctrl-C, Ctrl-V elə. Ctrl-C, Ctrl-V edirsən. Çək, qayda olmadı bir dəqiqə. Ctrl-C, Ctrl-V. Sol düymə və shift düyməsini çəksən bu tərəfdə. Bunun dərəcəsini neçə eləyək? 135 yaz. İnşallah AutoCAD dəstək keçəndə
Başa düşəcəksən bu 135 nə məsələdir. Gəl bir dənə bunu da eləməyək. Bu fırlanmışdı da. Gəl bir dənə bura 2 dəfə vuraq. 2 dəfə vurduq. Niyə biz bunu kopyalayırıq? Drop sözünü yaz. D-R-A. Yoxsa kapsoku gərək söndürərdi. Kapsok yanıldı, sönüydü. Drop yaz bir dənə. Bu hamısı böyüklə oldu, ona görə. Yoxsa sən shiftlə böyük eləmişdin. Lap heç bucağı qoya bir kənara. Sən elə bunu müstəqil burada vurub. Dəqiqə, pick tool seçək. Məsələn, bir dəfə də vuraq. Bunu zabaca belə də elə bilərsən də, yəni. Belə də fırlada bilərsən. Başa düşdün? Yəni, yerləşdirərsən də. Çətin bir şey yoxdur. Bir dənə stop eləyək.